Bakıda OPEC Plus əməkdaşlıq xartiyasının texniki komitəsinin ilk iclası keçirilir. Toplantıda OPEC-in baş katibi Heysəm Əlqaysin və Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər. İclasda qlobal enerji bazarındakı dəyişikliklər fonunda əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilir. Tədbir çərçivəsində texniki komitənin sədrinin seçilməsi də nəzərdə tutulur. Bugün Bakı təkcə zəngin neft irsi ilə deyil, həm də qlobal enerji dialoqunun aparıcı mərkəzlərindən biri kimi tanınır. Burada beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslər irəli sürülür və gələcəyin qlobal enerji gündəliyinin əsas istiqamətləri formalaşdırılır. Enerji iqtisadi inkişafın dayağı olmaqla kifayətlənmir. O, etibarlı tərəfdaşlığın, qarşılıqlı etimadın və ortaq məsuliyyətin rəmzidir. Azərbaycan əməkdaşlıq bəyannaməsinin iştirakçısı kimi artıq 10 ilə yaxındır ki, OPEC Plus platforması çərçivəsində qlobal neft bazarında təklif və tələbat arasında tarazlığın qorunmasına fəal və məsuliyyətli şəkildə töhfə verir. Azərbaycan uzun illərdir neft sənayesinin öncüllərindən biridir. Bakı qlobal neft sənayesinin beşiyi olmaqla yanaşı, dünya neft tarixində bir çox ilklərə imza atmış şəhərdir. 2019-cu il 2 iyul tarixində OPEC üzvü olan və OPEC-ə daxil olmayan neft hasilatçısı ölkələr tərəfindən əməkdaşlıq xartiyasının imzalanması əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu və əməkdaşlıq bəyannaməsinin uğurları nəticəsində formalaşmış müsbət dinamikanı daha da gücləndirdi. Keçmişdə bu torpaqda baş vermiş sənaye yenilikləri kimi, bugünkü toplantının da neft istehsalçıları, istehlakçıları, investorlar və bütövlükdə qlobal iqtisadiyyat üçün mühüm faydalar verəcəyinə inanırıq.